Abuşova çobanlıq işinə həvəslə başlasa da, işin əyləncəsi bitdikdən sonra heç kimə heç nə demədən otağa gəlib istirahət edir. Bəhanəsi isə tək başına tapşırığın öhdəsindən gələ bilməməkdir. Nəzarətsiz qalan Uzunqulaq və atlar qaçıblar. Nəticədə idarəçi bayaq Musa Vladimirin verdiyi məsləhəti yaddan çıxarıb yenə özündən çıxır. Nə? Otaracam durub. Normal hərəkət edin ha. Normal hərəkət nədir ana? Normal hərəkət eləmirsiniz mənə qarşı. Sənə qarşı səndə çoban. Xanım işləyəndə 2 dənə köməkçi vermişdiniz ona. Elşəndən nə bilim o birisi oldu. O çünki oyun meydanına aparmışdı, ona görə sən qapının ağzındasan. Mən də aparım. Aparma dedilər, Mən də aparım. köməkçi verirəm. Mən bilmirəm. Mənə Nə bilmirsən, çıxıb orada durursan. Aparmamışam da deyirəm. Sən öz ot deyirsən, nə lazımdır durmusan yanında? Normal nə aparım deyirəm də. Qalmışam burada, Allah haqqı olmuşam orada səhər tezdən mən. Rana gəlib çəri girəndə insan birinci icazə alır. Qaldı heyvanlar. Burada hamı bir səviyyədə aldın. Burada hamı bir səviyyədə. Kənd sahibi olsun ki bir səviyyədədir. Sən niyə gəlib girmisən çəri? Deyirəm də sənə. Mən də deyirəm bunlar nədir çəri? Bir tərəfdən gedib arası deyir icazə almalıyam mən kimdənsə. Mənə niyə köməkçi vermisəndir? Xəyaliyə niyə köməkçi vermisən? O oyun meydanına aparırdı, ona görə verilmişdi. Mən heç görməmişdim, burada gəldim gördüm. Nəyə gəlmisən bə bura, Rəna? Ayda, səhər tezdəndən bu nədir? Hamısı üst-üstə, hamısı üst-üstə.